Herkese salam, hər vaxtınız xeyir olsun. Mən Coğrafya müəlliməsi Nurayn Namazova. Bildiyiniz kimi atmosferin birinci bölməsinə aid izah vermişdik. İndi isə ikinci hissəsini izah edəcəm. Diqqətli olub qeydlər götürməyi unutmayın ki, bilirsiniz ki, qəbulda atmosferlə bağlı suallar qarşıda çıxacaq. Ümumi biz sizinlə təzyiq temperatur misallarını işləmişdik. Daha sonra küləklərdən danışmışdıq və həmçinin də qeyd etmişdik. Demək, günəş bucağına düz radiasiya, səpənlər radiasiyadan danışmışdıq siklon, antiklondan. ISO danışmışdıq, alçaq təzyiq qalxma. Bütün bunlar haqqında məlumat vermişdik. İndi isə keçirik nəyə? İkinci hissəyə. Demək, bugün sizdən danışacağıq nə? Yağıntılardan. Bir, demək, bizdə var kondensasiya. Bir də var sublimasiya. Demək, kondensasiya deyirik ki, maye hala keçmədir. Maye hala çevrilmə. Sublimasiya isə bərk haladır. Bərk hala çevrilmə. Nə demək? Məsələn, bilirsiniz ki, ümumiyyətlə su müxtəlif hallarda olur, düzdürmü? Bərk halda olur, aqreqat halda olur. Demək, dedik ki, məsələn, su dedik bərk halda olur, sonra dedik, məsələn, maye halda, qaz halında və s. Yəni, maye nədir? Məsələn, buna nə göstərə bilər? Kondensasiya halında olanlar, məsələn, yağış ola bilər, daha sonra, məsələn, dedik ki, şeh ola bilər. Sublimasiya bərk halda. Bərk halda, məsələn, dolu ola bilər, sonra dedik ki, demək, məsələn, ola bilər qar və s. Bir də, ümumiyyətlə, yağıntıların özləri növlərə bölünür. Yağıntılar isə yer səthində bir havadan var. Bir də var buluddan tökülən yağıntılar. Demək, havadan olan yağıntılar dedik ki, nədir? Havada olanlar şeh, qrov və sırsıra. Buluddan olanlar isə dedik nədir? Qar, yağış və dolu. Bu da olduğunda buluddan. Demək, buluddan onlar qar, yağış, dolu, havadan isə şeh, qrov, sırsıra. Bunlar haqqında sizin üçün qısa məlumat verim. Qar bilirsiniz də bərk halda temperatur sıfıra bərabər olanda, belə deyək, ulduz formasında deyirik, yer səthinə gələn bərk halda yağıntı növüdür. Yağış da bilirsiniz ki, ən çox yaz, payız aylarının müxtəlif ərazidə təbii ki, yayda da düşə bilir. Dolu da bilirsiniz ki, olanda, məsələn, bu yaxınlarda yenə ölkəmizdə baş vermiş, dolu yağını bərkdir və o ətrafa ziyan vurur. Məsələn, müxtəlif kənd təsərrüfatı olsun, müxtəlif ərazilər olsun. Şeh nədir? Bilirsiniz ki, hava özündə su buxarı saxlayır. İndi danışacaq haqqında ətraflı. Və havada olan su buxarı, belə deyək, tam doyanda havada olan su, bu, məsələn, hava özündə saxlaya bilmir o suyu və başlayır səthə doğru hopmağa. Məsələn, tutaq ki, bu qışdır, payızdır, yazdır, səhər oyanmışıq və görürük ki, darvazamız şehdir, düzdürmü? Və yaxud da hansısa bir obyekt nədir? Üstü şehdir. Bax, o şeh odur ki, yəni yağış yağmayıb, amma görür ki, nəmişlik var. O nəmiş nədən yaranır? Havadan olan su buxarından əsasən yaranır, yadda saxlayırsınız. Qrov da deyirik ki, belə bərk hala, məsələn, -3 dərəcəyə qədər temperatur düşəndə, sırsı da onun kimi, məsələn, multfilmdə və s. olur, məsələn, ağaçlarda və s. belə sallanır, buz kimi, bax, onlardır. İndi gəldik nəyə? Atmosferdə olan su buxarına. Bayaq dedik. Bundan bağlı deyim, bilirsiniz ki, 2026-cı ilin may ayının 10-unda demək, dedik ki, nədir? Demək, biz sual keçirdi, belə deyək, qaydalar. Yəni, test imtahanı keçir, sınav imtahanı. Orada da bundan bağlı sual salınmışdı. Bilirsiniz ki, havada dedik ki, asılı halda su buxarı var. Ümumiyyətlə, necə götürülür? 1 kub metr havada olan suyun qramlarla miqdarı bizdə adlanır nə? Mütləq rütubətlilik. 1 kub metr havada olan suyun faizlə miqdarı olur nə? Nisbi rütubətlilik. Yəqin ki, qeyd elədiniz. Demək, və ümumiyyətlə havada olan, məsələn, su doymuş hava var, doymamış hava var. Məsəl üçün, maksimal saxlama qabiliyyətinə, havada, məsələn, su nə qədər deyirik ki, maks nə qədər saxlaya bilirsə, olur nə? Tam, belə deyim, saxlama qabiliyyəti. Maks saxlama
funksiyası olur bizdə nə dedik? Tam subxarını saxlama. Və ümumiyyətlə deyirik ki, tuta biləcəyi qədər, yəni 1 kubmetr havada olan suyun, yəni nə qədər maks saxlayırsa olur nə? Bu su buxarı. Ümumiyyətlə, bunun əsasən riyaziləri düşür. Qəbulda da istifadə olunur 2-ci, 3-cü qruplar üçün, həm də sınavda da düşmüşdü. Ümumiyyətlə, bilin ki, hər temperaturda müəyyən qədər su buxarı var və temperatur artdıqca havada su saxlama, belə deyim, artır. Yəni, tutaq ki, 5 dərəcə temperaturda, məsələn, deyirik ki, məsələn, 1 qramdırsa, artıq 10 dərəcədə bu artır olur nə qədər? Məsələn, 7 qram. Temperatur artdıqca başlayır su buxarlama qabiliyyəti genişlənməyə. Çünki bilirsiniz də, adi cisimlər olsun, suxur olsun, istidən genişlənir, soyuqdan sıxılır. Demək, deyirik ki, baxın, temperaturlarını mən yazdım. Testlərinizdə narahat olmayın. Yəni, sizə verir ki, məsələn, nə qədərdir, hansı temperatur, neçə qramdır. Demək, 0 dərəcə temperaturda 5 qram su buxarı saxlayır. 10 dərəcə temperaturda 9 qram. Demək, dedik ki, 20 dərəcə temperaturda 17 qramdır. 30 dərəcə temperaturda isə 30 qram su buxarı saxlayır. Yəni, 5 qram nə deyirik? Maksimal saxlamadır. Yəni, 5 qram maksimal. Bəli, bu dəyişmir. Testlərdə bu şəkildə düşür. Məsələn, 0 dərəcə 5 qram, 10 dərəcə 9 qram, 20 dərəcə 17 qram, 30 dərəcə 30 qram. Necə suallar düşür bundan bağlı testlərdə? Aha, demək, bununla bağlı misallar necə düşür? İndi mən birini özümə sizin üçün nümunə deyəcəm. Sonra isə, demək, özünüz, yəni buna test bankını göstərəcəm. Demək, məsələn, deyir ki, 1 kubmetr havada, məsəl üçün, temperatur tutaq ki, 0 dərəcə olarsa və ölçmə zamanı tutaq ki, havada olan su buxarı 3 qram müəyyən olunub. Buna əsasən deyir, nisbi rütubət tap. Yəni, ölçüblər 0 dərəcə temperatur üçün. Hazırda havada 3 qram su buxarı var və deyir ki, bunun faizlə göstər. Yəni, faiz nədir? Nisbi rütubət. Və ya da deyir ki, nisbi rütubətini göstər, yəni faizini tap. Bunun üçün nə edirik? Həmişə, məsələn, 0 dərəcə nə qədərdir? 5 qram. O 5 qram həmişə bizdə 100%dir. Yəni, 5 qrama qoyuruq nə qədər? 100%. Düzdürmü? Və nə qədər bizdə dedik var? 3 qram. Düzdürmü? 3 qramımız nə qədərdir? 3 qram x% təşkil edir. Təkrar edirəm. Bax, 5 qram burada olan həmişə 100%dir gənclər. 3 qram x-də onda x nəyə bərabər olur? 3 vur 100 böl 5. Bu da eləyəndə neçə eləyir? 60%. Demək nə qədərdir? Su buxarı 60%. İndi test bankından da sizə bir iki nümunə göstərim ki, və bu tapşırıqları verəcəm ki, evdə neyniyəsiz, işləyəsiz. Demək. Bir dəqiqə açaq atmosferin su buxarı misallarını. Asandır, çətin deyil. Yəni, itirmək məncə yaxşı olmaz. Düşünürəm. Məsələn, 252, burada görünür, 252 və demək 253-cü misallara baxır. Test bankında da səhifə 170-ci səhifə atmosfer bölməsinə test izahıdır. Demək, deyirik ki, 10 dərəcə temperaturda 1 kubmetr havada havanın nisbi rütubətliliyi 60%-dir. Havanın donması üçün çatışmayan su buxarının miqdarını qramlarla müəyyən edin. Və yazıb baxmaq üçün deyir, 10 dərəcə temperaturda 1 kubmetr havanın donması üçün 9 qram su buxarı lazımdır. Demək, onda nə edirik? Bizə verir ki, 10 dərəcədir və 9 qram maksimaldır. O zaman nə edirik? Demək dedik ki, 10 dərəcədə nə qədər? 9 qram. Düzdür, bax, yadda saxlayın. Bizə verib 10 dərəcə. Demək, 10 dərəcəni nə edəcəm? Yazıram ki, burada 10 dərəcə məndə maks temperaturdur və 9 qram onun maks saxlaya biləcəyi sudur. Onda yazıram ki, 9 qrama 100%, baxın, yəni neçə qram verirsə temperatur, o həmişə bizdə 100%-dir. Və mənə deyir ki, nisbi rütubət 60%-dir. Baxın, gənclər, biri var havanın doyması üçün çatışan, biri var çatışmayan. 60% deməkdir ki, hazırda 9-un 60%, yəni var. O, option 100 olmalıdır. Əgər 60% var, şuna neçə faiz çatışmır? Aysa 40%. Məsəl üçün 100-dən çıxaram 60, yerə nə qədər? 40%. Düzdürmü? 40%. 9 qramımız 100-dürsə, onda x qramımız nə qədər olur? 40%. Bunu da hesablayanda x bərabərdir, vurmayın, belə deyim, bir-birinə vurmayın, ixtisar aparmışıq. 40 vur 9 böl 100. Demək, burada gedir 20, burada qalır 2, burada qalır 5. Düzdürmü?
Sonra 18-də 5-ə böləndə 3.6 edir. 18-də 5 3 dəfə 3.6. Demək, nə qədər çatışmır? 3.6. Əgər desəydi ki, havanın hazırda doyması üçün nə qədər su buxarı var, onda cavab nə olardı? Onda biz 60-dan götürərdik. Yəni, deyərdik ki, 60%dir və yəni, hal-hazırda olan su buxarı isə. Onda cavab nə olardı? 60%. Amma mənə çatışmayan deyəndə, testdə verilən 100%-dən o faiz çıxırsa, baxın da çıxdı, cavabı aldıq. İndi gəldik, yəni 253-ü də sizin üçün yazdım. Deyir ki, Bakıda havanın temperaturu 30 dərəcə Selsi, nisbi rütubəti 70%-dir. 1 kubmetr havanın doyması üçün 30 qram su buxarının tələb olmasını nəzərə alaraq mütləq rütubətli hesablandı. Baxın gənclər, yadda saxlayın. 252-də məndə nə soruşmuşdu? Çatışmayan soruşdu. Mən 100-dən çıxdım, düzdürmü? Amma burada mənə demir çatışmır. Sadəcə deyir ki, hazırda 30 dərəcədir və 30 qram su buxarı saxlayır. Deyir ki, nə qədər, yəni hal-hazırda nə qədər su buxarı var? Qramlarla tap. Yəni mən indi 70 tapacağam. 70-in faizini necə eləyəcəm? Demək, birinci 30 qramdırsa, 30 qram məndə nə qədərdir? 100%. Və burada da nə qədər vermişdi? 70%. Onda nə yazıram? X-ə də yazıram nə qədər? X qramıdır 70%. Bunu da hesablayanda 30 vur 70 böl 100. Bunlar da sıfıra gedir, qalır 21 qram. Demək, hal-hazırda su buxarı nə qədərdir? Demək, deyirik ki, 21 qramdır. Çətin deyil. İstəyirsinizsə, buna aid bir dənə də misal üçün yaza bilərik. 270-ci suala baxaq. 270-ci sualda deyir ki, 10 dərəcə temperaturda oxunur da yəqin ki. Aha. Demək, deyir ki, 10 dərəcə temperaturda havanın nisbi rütubəti 40%-dir. Bu hava şəraitində 4 kubmetr havanın doyması üçün çalışmayan su buxarını müəyyən edin. 10 dərəcə temperatur deyir ki, 1 kubda 9 qram su buxarı tələb olunur. Və onda siz çaşdırmasın gənclər. Biz 1 kubmetr üçün öyrənmişdik, 1 kub. Amma burada mənə verir nə qədər? 4 kub. 4 kub versə, birinci nə edəcəm? Birinci mən tapacam deyəm ki, çatışmayan deyirəm. Demək, 40% var. Neçə faiz çatışmır? 60. Onda nə edirik? Birinci. 100-dən. Çıxdım nə qədərini? Demək, 40-ı. Qalır nə qədər? 60%. Düzdürmü? Sonra nə edirəm? Demək, sonra mənə deyir ki, 10 dərəcə nə qədər su buxarı saxlayır özündə? 10 dərəcə. Deyir ki, 9 qram. Düzdürmü? 9 qram. 9 qramdırsa, demək 9 qramdırsa onu necə eləyəcəm? 9 qrama yazacağım 100%. Çünki mənə çatışmıyor. X-ə da yazacağım nə qədər? 60. Bunu hesablasam x bərabərdir. 9 vur 60 böl 100. Bunu da buna eləyəndə bu 3 eləyir. Bu da 5 eləyir. Demək 9 27, 27-ni də 5-ə böləndə 5.4 eləyir. 5.4. Amma cavab 5.4 deyil. Niyə? Çünki gənclər, burada məndən 4 kubmetr havanı soruşdu. Mən tapdığım, biz bilirik ki, 1 kubmetr havada, demək, 10 dərəcə temperatur 9 qramdır. Yəni, mən 1 kubu tapdım. Məndən nə qədər soruşurdu? Məndən isə 4 kub soruşurdu. Demək, onda bu aldığım cavabı nəyə vuracam sonda? 4-ə vuracam. 4 vur 5.4 eləyir nə qədər? 4 16, 5 20, 21.6. Demək, cavab olur nə? 21.6 qram. Yəni, testdə bir diqqətli olun. Sizə verilən rəqəmlər 1 kub metr üçün. Əgər sizdə 5 kub deyirsə, yəni 5 kubda onu 5-ə vurun. 3 deyirsə 3-ə vurun. Çox diqqətli olun. Bu da bizdə oldu nə? Su buxarına aid misalın izahı. Demək, davam edirik nə ilə? Dedik ki, indi atmosferlə bağlı bu su buxarını izah elədim. İndi isə sizə gənclər izah eləyəcəm nəyi? Buxarlama və buxarlama qabiliyyətinə fərq. Çox vaxt tələbələrin çaşdığı, belə deyim, onların beyninin qarışdırdığı olan bu sual qəbulda da qarşısına çıxa bilir. Bir var buxarlanma, biri var buxarlanma qabiliyyəti. Yəni, buxarlanma qabiliyyətini, belə testdə bu şəkildə verə bilər. Mümkün buxarlanma. Mümkün buxarlanma. Nə deməkdir bu gənclər? Demək, buxarlanma odur ki, adi bildiğiniz çaynik, çayı yandırırsınız, çaynik, nə edirsiniz? Üstün nəticəsində o su, onun lüləyi deyirlər deyəsən, oradan buxarlanıb gelir. Aysa. Buxarlanma odur ki, temperatur da var, rütubət də var. Yəni, ikisi birdə nə iş görür? Buxarlanır. Rütubət də var, temperatur da var və buxarlanır. Yəni, ərazi olaraq rütubətli yer. Bax, yadınızda saxlayın ki, rütubətli ərazi, belə deyək. Deyirik ki, həm temperatur var, həm rütubət var. Olur nə? Rütubətli ərazi. Buxarlanma qabiliyyətində isə dostlar, demək necədir? Temperatur var.
temperatur var. Amma lakin yağıntı yoxdur və yaxud da ki, rütubət yoxdur. Rütubət də yazım. Rütubət. Baxın, üstdən xətt çəkirəm. Yəni, yoxdur deməkdir. Yəni, buxarlama qabiliyyəti mümkün buxarlanma quraq ərazilər üçündür. İstilik var. Yetərli temperatur var. Su buxarlana bilər. Amma rütubət olmadığı üçün buxarlana bilmir. Yəni, su yoxdur, buxarlana bilmir. Aha. Deməli, indi bununla bağlı, məsələn, testlər necə verir sizə? Məsələn, dedik, buxarlama nə oldu? Temperatur var, rütubət var. Yəni, temperatur var, rütubət də var. Qabiliyyət odur ki, temperatur var, rütubət yoxdur, yadda saxlayın. Testi bəzən belə deyir ki, buxarlanma və buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu ərazi. Bir də var, bunu təkrar bir də yazmıram. Bir də var ki, buxarlama və buxarlama qabiliyyəti arasında fərqin az olduğu ərazi. Gəlin bunları fərqləndirək. Bax, testlərdə verəndə, əgər deyirsən ki, buxarlama və buxarlama qabiliyyəti arasında fərqin çox olduğu ərazi, demək, ərazi necə ərazidir? Quraq ərazidir, quraq. Yəni, kəskin fərq yaranışı nə olur? Bu quraq. Çünki temperatur var, rütubət yoxdur. Bu da buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqi kəskin şəkildə eləyir. Aha, deyirik ki, əgər deyirsə ki, demək, buxarlanma ilə buxarlama qabiliyyəti arasında fərqin az olduğu ərazi, onda olur nə? Rütubətli ərazi, rütubətli ərazi. Yadda saxlayın. Bax, bunu qeyd edin, lazım olacaq. Əgər deyirsən ki, buxarlama ilə buxarlama qabiliyyəti arasında fərq çoxdur, demək, ərazi quraqdır. Deyir, əgər buxarlanma ilə buxarlama qabiliyyəti arasında fərq azdırsa, olur nə? Rütubətli ərazi. Rütubətli ərazi deyəndə, məsələn, ekvatoru götürə bilərik dünya üzrə. Məsələn, mülayimi götürə bilərik. Və yaxud da ölkəmizdə ən rütubətli yer Lənkərandır, Lənkərandır. Buxarlanma ilə buxarlama qabiliyyəti fərqin az olduğu ərazi. Sonra Böyük Qafqaz, Qanı-Qayıçay, Kiçik Qafqaz, yəni dağlıq ərazilərdir. Buxarlanma ilə buxarlama qabiliyyətinin fərqin çox olduğu ərazi, bu quraq ərazi. Yəni, məsələn, tropik əraziləri götürə bilərik. Yəni, quru ərazilər. Sonra, məsələn, ölkəmizdə Küraz ovalığı, Mil düzü, Muğan düzü, yəni, bax, Şirvan düzü, bax, bu kimi əraziləri götürə bilərik. Ümumiyyətlə, atmosferə aid deyəcəyim materiallar, qeydlər bu qədər. Birinci hissəyə də, part 1-də, part 2-də mütləq ki, baxın. Hə, bir də bunu deyim, bununla da dərsin izahını yekunlaşdıracağım. Bir də var bizdə qar xətti anlayışı. Çox tələbə bunu qarışdırır. Qar xətti nə deməkdir? Temperatur hardakı, yadda saxlayın, baxın. Temperatur hardakı 0 dərəcəyə bərabər olursa, bərabər. Olur nə? Qar xətti yaranır. Yəni, temperatur da 0-dırsa, orada qar xətti. Məsələn, tutaq ki, 24 dərəcə temperatur bir ərazidir və burada qar xətti hansı hündürlükdə yaranırsa, bizim düsturumuz vardır. Part 1-də paylaşmışıq, bunu girib baxarsınız. Hər 1000 metr nə qədərdir? 6 dərəcə. 1000 metrə 6 dərəcədirsə, x metrdə 24. 24-ü 1000-ə vurub 6-ya bölündə eləyir 4000. Demək, məsələn, 24 dərəcə orta temperatur olan bir ərazi üçün qar xətti 4000 metrdə yaranacaq. Yəni, qar xətti odur ki, temperatur harada 0 dərəcəyə bərabər olursa, orada qar xətti yaranır. Testlərinizdə məsələn, qar xəttindən yuxarıda yerləşən ərazi və ya da qar xəttindən aşağıda. Qar xəttindən yuxarıda yerləşən deməkdir ki, ərazi cavandır və hündürlük çox. Tutaq ki, 4000-də qar xəttisə, bu dağın hündürlüyü məsələn 6000-dir. Qar xəttindən aşağı deyirsə, demək tutaq ki, qar xətti burada 4000-də formalaşır, amma dağın hündürlüyü nə qədərdir? Məsələn, 3000. 3500-dür. Demək, qar xəttindən aşağıda yaşayır. Yəni, qar xəttindən aşağıda yaşayan əsasən qədim dağlardır. Qar xəttindən yuxarıda isə cavan dağlar olur. Təkrar edirəm, qar xətti isə temperaturun 0 dərəcəyə bərabər olduğu ərazilər üçün keçərli. Yəni, temperatur 0 bərabər olursa, orada qar xətti yaranır. Və deyirik ki, 1000 metrə 6-dır. Düsturumuz temperaturdan x-i də həmin temperatur qoyub tapa bilərik ki, qar xətti harada formalaşır. Bununla da atmosfer dərsinin izahı yekunlaşır. Ümumiyyətlə, əminəm ki, birinci hissəyə də baxın, sonra bu hissəyə də baxın ki, sizə qaranlıq heç bir şey qalmasın. İnşallah növbət dərs saxlanında yenə görüşəcəyik. Özünüzə yaxşı baxın, dərslərdən qeydlər götürün. Dediyim hər bir şey qısa öz dəftərinizə qeyd edin ki, imtahanda sizə faydalı olsun. Bugünlük deyəcəyim bu qədər. Özünüzə yaxşı baxın. İnşallah gələcəkdə görüşəndə hələlik sağ olun. Uğurlar gənclər.